Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Biz bugün sizinlə 5-ci sinif riyaziyyat dərsliyində adi kəsirlərin vurulması mövzusunu izah edəcəyik. Deməli, başlayırıq birinci çalışmadan. Çalışmaları izah etdikcə qaydaları da orada bir daha vurğulamağa çalışacağım. Birinci, təsvirlərə uyğun vurma əməlini yazın və hasilini tapın. Deməli, burada 8 ədəd 9-da 1 var, ancaq qruplaşdırılıb 2 ədəd 9-da 4. Onda biz yazırıq 2 vurulsun 9-da 4. Natural ədədi adi kəsrə vurmaq üçün kəsrin məxrəcini olduğu kimi saxlayıb, natural ədədi sürətə vurmaq lazımdır. Yəni 2-ni vururuq 4-ə, o da edir 9-da 8. Bu A variantı idi. Keçirik B variantına. Deməli, 3-də 2 neçə ədəddir? 1, 2, 3 və 4. 4 ədəd burada 3-də 2 var. Onda biz yazırıq 4 vurulsun 3-də 2 bərabərdir. 3 məxrəcdə qalır, 4-ü vururuq surətə, o da edir 3-də 8. C variantına baxırıq. Neçə ədəd 4-də 3 var? 3 ədəd 4-də 3 var. Yəni 4-də 3 vurulsun 3. Bərabərdir. 4 məxrəcə yazırıq. 3-ləri, yəni surəti vururuq natural ədədə, edir 4-də 9. İstəsəz bunları qarışıq ədəd formasına yaza bilərik. 8-i 3-ə böləndə 2, məxrəc olduğu kimi qalır. 3 dəfə 2-nin 6, 8-dən də 6 çıxanda 2. O da bərabər 4-ü 9-a böləndə 2, məxrəc olduğu kimi qalır. 2 dəfə 4-ün 8, 9-dan da 8 çıxanda 1. Keçirik ikinci çalışmaya. Rəngimizi dəyişək biz buradan. Deməli, ikinci sual. Rəng dəyişilmədi. Hər nəysə, təkrar toplamaya uyğun vurma əməlini yazın və hasil tapın. Başlayırıq buradan. Neçə ədəd 8-də 1 var? 3 ədəd. 1, 2, 3. 3 vurulsun 8-də 1. Eyni qayda ilə məxrəcə 8 yazırıq. 3-ü surətə vuranda 3 dəfə 1-in 3. 5-də 1-lərə baxırıq. 1, 2, 3, 4, 5, 6. Yazırıq. 6 vurulsun 5-də 1. Bərabərdir 5 surətdə. 6 və 1-in 6 edəcək. Sonra qarışıq ədədə çevirsək, 6-yı 5-ə böləndə 1, 5 məxrəcə, deməli 5 dəfə 1-in 5, üstə 1 gələndə 6. Növbəti çalışmaya baxırıq. 4-də 1. Neçə ədəd 4-də 1 var? 1, 2, 3, 4, 5. 5 ədəd 4-də 1 var. Onda surəti, yəni 1-i 5-ə vuranda 5. Qarışıq ədədə çevirsək, 5-i 4-ə böləndə 1, 4 məxrəcə yazılır. 1 dəfə 4-ün 4, 5-dən də 4 çıxanda edir 1. Burada neçə ədəd 2-də 1 var? 1, 2, 3, 4. Yazırıq 4 vurulsun 2-də 1 bərabərdir. 2 məxrəcə yazılır. 4 gəlir surətə. 4 dəfə 1-in 4. Bilirik ki, kəsir bölmə əməlidir. 4-ü 2-yə böləndə də edir 2. Növbətiyə baxırıq. 5-də 4. 2 ədəd 5-də 4 var. 2 vurulsun 5-də 4 bərabərdir. Deməli, məxrəcdə 5 qalır. 2 dəfə 4-ün 8. 8-i 5-ə böləndə 1, 5 qalıqda 3. Sonra bura baxırıq bu misala. 7-də neçə ədəddir? 1, 2, 3, 4, 5, 6, 7. Onda yazırıq 7 vurulsun 7-də 2. Bərabərdir. 7 məxrəcdə 7 dəfə 2-in 14. Bölmə işarəsi olduğundan kəsir. 14-ü 7-yə bölürük 2. Qarışmaması üçün bura bir xətt qoyuram. Sonra 6-da 5. 6-da 5-dən neçə ədəddir? 3 ədəd. Vururuq 3-ə. Bərabərdir. 6-da 3 dəfə 5-in 15. 15-də 6-ya böləndə 2 tam 6-da qalıq neçə eləyir? 3. Qalığı yazırıq məxrəcə. Sürətə daha doğrusu. Növbəti 8-də 3. Neçə ədəddir? 1, 2, 3, 4, 5, 6.
6 vurulsun 8-də 3 bərabərdir. 6 və 3-ün 18. 18-i 8-ə bölürük. 2 qalıq da 2. Növbəti 4-də 3. Neçə ədəddir? 3 ədəd. 3 vurulsun 4-də 3 bərabərdir. 4 məxrəcdə 3 və 3-ün 9. Sonra qarşı ədəd çevirəndə 9-u 4-ə bölürsən 2, qalıq da 1. Burada 1, 2, 3, 4, 5. 5 ədəd 8-də 5 var. Yazırıq 5 vurulsun 8-də 5 bərabərdir. 8 məxrəcdə 5 və 5-in 25. 25-i də 8-də böləndə 3, qalıq 1, məxrəcdə olduğu kimi qalır. Növbəti 10-da 5. Neçə ədəd 10-da 5 var? 3 ədəd. Vururuq 3-ə. 10-da 15. 10-da bölsək, 15 10-a böləndə 1, qalıq da 5, 10-da məxrəcdə qalır. Sonra 3-də 2, neçə ədəd 3-də 2 var? 1, 2, 3, 4, 5, 6 ədəd 3-də 2 var. 6 vurulsun 3-də 2 bərabərdir 3-də 6 və 2-in 12. 12 ilə 3-ə böləndə qalıqsız bir dəfəyə 4 alınacaq. Növbəti misala baxırıq. 3. Deməli, nümunəyə uyğun bu misalı həll edəcəyik. Əslində eyni qaydadır. Burada natural ədəd kəsin sürətinə vurulur. Alınan kəsir ixtisar olunur. Cavab qarışıq ədəd şəklində yazılır. Aha. Burada əlavə bir mərhələ sadəcə həmin kəsirləri ixtisar etməli olacaq. Birinci misalı silirəm. Misal silək. Hamısı silindi təəssüf ki. Qaydırıq belə. Onda biz bu misalı pozuruq. Əslində bu misallar həqiqətən çox rahat, sadədir və bu misalları yazmağı bacarsaq 5-ci, 6-cı sinifdən yuxarı siniflərdə bizim üçün daha rahat olacaq. Aha. Başladıq 3-cü sualdan. Deməli 5 vurulsun 9-da 1 bərabərdir. 9 məxrəcə yazılır. 5-i 1-ə vuranda 5. 9-da 5-i biz eyni anda 2-yə bölə bilməliyik, 3-ə bölə bilməliyik. Hər ikisi bir-biri ilə qarşılıqlı sadə də olduğundan bunlar ixtisar olmayan kəsirlərdir. Növbəti suala baxırıq. Burada da işarəliyim. Saçmamaq üçün biz bunu yazdıq. Keçirik 2-yə. 2 vurulsun 5-də 2 bərabərdir. 2-yi 2-yə vururuq 4. Burada qalır 5. Üstündə yazsaq daha yaxşı olar. Yəni burada neçə eləyir? 5-də 4. Növbətiyə baxırıq. Aha. Bərabərdir. Bu sualı burada geniş izah edək. 4 vurulsun 8-də 3 bərabərdir. 8 olduğu kimi qalır. 4-ü 3-ə vuranda 12. İndi 12 ilə 8-i hansı ədədə bölə bilərik ortaq? 4-ə. Elə deyil. Deməli, hər iki tərəfi 4-ə bölsək, 12 4-ə böləndə 3, 8-də 4-ə böləndə 2. Bunu da qarşı ədəd halına salsaq, 3-ü 2-yə böləndə 1, qalıq 1, məxrəcdə olduğu kimi qalır. Deməli, buradan hansılar yazdıq? Keçirik növbəti. 6 vurulsun 12-də 5 bərabərdir. 12 olduğu kimi qalır. 6-yı 5-ə vuranda 30. 30 və 12. Biz hansı ədədə bölə bilərik bunu ortaq? 6-ya. 30-u 6-ya böləndə edir 5. 12-yi 6-ya böləndə 2. 5-i də 2-yə bölsək 2, qalıqda 1, məxrəcdə 2. 9 vur 6-da 1. 9 deməli, sürətə qalxır. 9 və 1-in 9, 6.
Ortaq hansı ədədə bölünəcək? 3-ə. 9-u 3-ə böləndə 3, 6-nı 3-ə böləndə 2. Qarşı ədəd çevirsək 3 böl 2, 1. Qalıq da 1. 15 vur 10-da 2 bərabərdir. 15-i 2-yə vuranda 30, məxrəcdə 10. 30-u da 10-a böləndə 3. Devam edirik burada. 7 vur 7-də 3 bərabərdir. 7 vurulsun. 7 dəfə 3-ün 21. 21-i də 7-yə böləndə edir 3. 9 vur 3-də 2 bərabərdir. 3 məxrəcə 9 dəfə 2-nin 18. 18-də 3-ə böləndə 6. 12 vur 18-də 5 bərabərdir. 18 qalır məxrəcdə. 12 dəfə 5-in edir 60. Hansı ədədə bölə bilərik? 6-ya bölsək, aşağıda qalır 3, surətdə qalır 10. Deməli, 10 böl 3, 3, qalıq 1, surətdə, məxrəcdə 3. Sonra 3 vur 12-də 5 bərabərdir. 12 məxrəcdə 3 dəfə 5-in 15. Ortaq bölünən olacaq 3. 15-i 3-ə böləndə 5. 12-yi də 3-ə böləndə edir 4. O da 1/4-də 1. Növbəti 2 vur 8-də 7 bərabərdir. 2 dəfə 7-in 14. Ortaq bölünən olacaq burada 2. Daha doğrusu bölən. 14-ü 2-yə böləndə 7, 8-i 2-yə böləndə 6. O da 1/6-da 1. 2 vur 3-də 2. Bu bərabər eləyəcək 3-də 4. 3-də 4-də biz qarşılıqlı sadə ədədlər olduğundan heç bir ədədə bölə bilməyəcək. Yəni, ixtisar olmayacaq. 3-də 4 edəcək. Keçirik növbəti 5-ə. 5 vurulsun 10-da 7 bərabərdir. 5 dəfə 7-in 35. Hər ikisi bölünəcək. 10 da 35 də bölünəcək 5-ə. 35-i 5-ə böləndə 7. 10-u 5-ə böləndə 2 bərabərdir. 7-yi 2-yə böləndə 3. 2-də 1. Yəni 3/2-də 1. 3 vurulsun 9-da 8 bərabərdir. 9-da 3 dəfə 8-in 24. Hər ikisi sürətlə məxrəcdə ortaq bölən 3-dür. 24-ü 3-ə böləndə 8, 9-u 3-ə böləndə 3. O da edir 2/3-də 2. 4 vurulsun 6-da 5 bərabərdir. 6-da 4 dəfə 5-in 20. 2-yə böləndə sürət və məxrəci burada qalır 10. Aşağıda qalır 3. Onu da 3-ə böləndə 3/3-də 1. Növbəti sual. 3 vurulsun 3-də 2 bərabərdir. 3 dəfə 2-in 6 bölünsün 3. 6-yı da 3-ə böləndə edir 2. İndi burada baxırıq. 7 vurulsun 2 edir 14. Məxrəcdə 5. Ortaq bölən yoxdur. Ona görə elə cavabımız qalır 14-də 5, 5-də 14. Bunu da qarşı ədəd çevirəndə 2/5-də 4 eləyəcək. Sonra o birisi misala baxırıq. 6 vurulsun. Bir dənə bunu ayıraq belə. 6 vurulsun 5-də 4. 6 vur 5-də 4 bərabərdir. 5 qalır. 6 və 4-ün 24. Eyni qayda. Ortaq bölən yoxdur ki, xeyr. 24 də 5-ə böləndə edir 4. 4/5-də 4. Bu da yazıldı. Növbəti 10 vurulsun 20-də 11 bərabərdir. 20-də 110. Uşaqlar, hər tərəfini 10-a böləndə qalır 11-də 2, eləmi? Daha doğrusu 2-də 11. 11-i də 2-yə böləndə edir 5. 5/2-də 1.
Növbəti 5 vurulsun 25-də 13 bərabərdir. Bunu bir də 5-i 13-ə vurmayaq. Hələ buraya yazaq. 5 vurulsun 13, aşağıda 25. 5, bu 5-ə bölündü. Bu isə də 5-ə bölünsün, heç eləyəcək. 5-də 13. 5-də 13-də 2 tam 5-də 3 edəcək. Sonra 6 vurulsun 15-də 5 bərabərdir. 15 qalır aşağıda. 6 və 5-in 30. 30 15-ə bölünəcəkdir 2. Aşağı düşürük. 14 vurulsun 7-də 2. Növbəti misal bərabərdir. 14 dəfə 2-in 28 böl 7. 28 7-yə böləndə edir 4. Sonra növbəti misal 6 vurulsun 8-də 6 bərabərdir. 8-də 6 dəfə 6-ın 36. O da edir 4. Əvvəla bunu ixtisar edək. Buranı pozaq. Neçəyə bölünəcək? Hər ikisi 4-ə. Yuxarı 4-ə böləndə qalır 9. Aşağı 4-ə böləndə 2. 9-da 2-yə böləndə 4 tam 2-də 1. 7 vurulsun 21-də 5 bərabərdir. 35-də 21. Ortaq bölən hansıdır? Ədəd olacaq 7. 35-i 7-yə böləndə 5. 21-i 7-yə böləndə 3. O da 1 tam 3-də 2. 9 vurulsun. 9 vurulsun 18-də 6 bərabərdir. 9 dəfə 6 54 bölünsün 18, o da edir 3. 12 vurulsun 18-də 6 bərabərdir. 12 dəfə 6 eləyəcək 72 bölünsün 18, o da bərabərdir 4. Sonra burada 11 vurulsun 22-də 2 bərabərdir. 11 dəfə 2 22. 22-ni 22-yə böləndə 1. Növbəti suala baxırıq. Bu xanalara uyğun ədədləri müəyyən edin. Deməli, bu isə artıq buranı köçürmüşsünüzsə silirəm. Videonu dayandıra bilərsiniz onsuz. 4-cü misal. Deməli, bura x yazıram mən. X vurulsun 3-də 1 bərabərdir 3-də 2. Vuruq, hasil. Vuruqlardan birini tapmaq üçün hasili digər vuruğa bölmək lazımdır. Yəni, bunu belə də tapa bilərsiniz. O da bərabərdir 3-də 2. Tərsinə vursaq 3 bərabərdir 2. Amma bizim özümüz buradan, yəni bu qayda hələ tanış deyiliksə, buraya baxsaq, hansı ədədi, yəni biz burada x-i bu 1-ə vurmuşuq ki, gəlib 2 eləyir. Yəni buradan belə aparsaq, x-i 1-ə vuranda 2 edib, x ona neçə eləyəcək? 2. Yəni bizə hazırda məlum olan qayda bu olduğu üçün bununla davam eləyək elə. Növbəti 4 vurulsun 2-də x bərabərdir 2. Aha, biz əvvəl bu hissəni bayaq kimi tapaq. X bölünsün 2 bərabərdir. Vuruq, hasil. Hasili vuruqlardan birini tapmaq üçün hasili nə etmək lazımdır? Digər vuruğa bölmək lazımdır. 2-yi 4-ə bölənə neçə edir? Bunu kəsr halında yazsaq belə olacaq. 2 bölünsün 4. Hər iki tərəfində 2-yə bölsək 1-də 2. Aha, x-imiz 1-də 2-dir. Amma o da 2-də 1 bölünsün 2 bərabərdir. 2-də 1 vurulsun. Deməli, 2-də 1 vurulsun. O da edir 4-də 1. 4-də 1 yox, 4-də 2. Haradasa texniki səhvimiz oldu. Ən yaxşısı elə 5-ci sinif qaydasından izah eləməkdir. Deməli, şagirdlər, biz 4-ü x-ə vurmuşuq.
burada elə bil alınan ədəd və məsələn belə izah edək, 2 alınıb, belə deyilmi? 2-də kəsrə vurursaq da sonda 2 alınıb, demək burada tam bölünən ədəd olub. Yəni 4 vurulsun x bölünsün 2 bərabərdir 2 alınıb. X-imiz də neçə edib burada? 1. Bunu gəlib yerinə qoysaq, yəni 4 vurulsun 2-də 1 bərabərdir. 2-ni salırıq, elə məxrəcə daha doğrusu qalır. 4-ü gətiririk sürətə. 4-ü 2-yə böləndə 2. Növbəti suala baxırıq. 5 vurulsun 7-də 1 bərabərdir. Bu artıq məlumdur. 7 qalır məxrəcdə. 5 də 1-in 5. Yəni burada bu kvadratın yerinə 5 olacaq. Növbəti 3 vurulsun 8-də tamam. Yəni burada artıq 1 olmalı ki, biz 3-ü 1-ə vurmalıyıq ki, buradan 3 alınsın. Bu hissələri silirəm. Sonra o biri suala baxırıq. 5 vurulsun 6-da 5 bərabərdir. 4 tam 6-da x. Aha. Əvvəla biz bu hissəni hesablayaq. Buradan 6, 5 qalır 25, elə deyilmi? 25-i biz 6-ya bölünsək 4 tam 6-da 1. Deməli, buradakı bu kvadratın yerinə neçə olmalıdır? 1. Sonuncu misala baxırıq. 3 vurulsun 5-də kvadrat köçürüm. Yazaq 1 tam 5-də 4. Biz bunu düzgün olmayan kəsrə çevirsək necə olacaq? 5 dəfə 1-in 5, üstə 4 gələndə 9. 3-ü biz neçəyə vuranda 9 eləyir? 3-ə. Yəni, belə misalı yazsaq 3 vurulsun 5-də 3 bərabərdir 5 qalır aşağıda. 3 dəfə 3-ün 9. Onu da qarşı xəttə çevirsək 1 tam 5-də 4 olacaq. Yəni, bunu geri verəcək bizə. Keçirik növbəti suala. Adi kəsrlərin vurulması. Aha. 5-ci çalışmadan davam edirik. Sual işarəsinin yerinə uyğun kəsirləri müəyyən edin. Kəsirlərə uyğun vurma əməlini yazın və hasili tapın. Deməli, uşaqlar, burada 1, 2, 3, 4. 4-dən 3 hissə işarələnib ki, 4-də 3 yazılıb. Burada da 2 damadan 1 işarələnib. Eyni qayda ilə gəl buna baxaq. A variantına. Deməli, 1, 2, 3, 4. 4-dən 1 dam işarələnib, elə deyilmi? 4-də 1 vurulsun. 1, 2, 3, 4, 5. 5-dən də 2 hissə. Adi kəsirləri bir-birinə vurarkən surəti surətə vurub surətdə, məxrəci məxrəcə vurub məxrəcdə yazmaq lazımdır. Yəni 20-də 2. Bu hissəyə baxırıq B variantına. 1, 2, 3, 4. 4-də 2 vurulsun. Özləri yaz burada. 5-də 4 bərabərdir. Surət surətə 4 vur 2, 8. Məxrəc məxrəcə 4 vurulsun 5, 20. C variantına baxırıq. 1, 2, 3, 4. Yəni 4-də 3 vurulsun. 1, 2, 3. 3-də neçə işarə olunub? 2. O da bərabərdir. 12-də 6. Keçirik 6-cı suala. Hasili tapın. Bir neçə cavabı doğruluğunuzsa həm modeli ilə yoxlayın. Deməli, 2-də 1 vurulsun. 5-də 4. Burada özləri göstərib 2-də 1, 2 tərəf buradan, 5 tərəf də buradan. Aha. Deməli, 5-də 2, biz 5 dama buradan çəkirik. 5 dama belə. Bu bizim 5 damamız oldu. Vurulsun 2-də 1. Bu tərəfdən də 2 dama çəkirik. Biz bunu belə işarələsək, aha, 5-dən 2 dama burada işarələnmişdir, elə deyilmi? O tərəfdən də 2-də 1. Və bizə 5-də 2 vurulsun. Mən 7-ci sualla qarışdırdım, şagirdlər üzrlü sayın. Deməli, 5-də 2
vurulsun 8-də 3. Bu tərəfdən də 8 dama çəkirik. Bu tərəfdən də deməli 5 dama. Aha. Deməli 5-də 2. Buradan bura 2 dama. Bu tərəfdən də 3 dama. Rəngləsək yazırıq. 5-də 2 vurulsun 8-də 3 bərabərdir. 5 dəfə 8-in edir 40. 2 dəfə 3-ün 6. Bunu da ixtisar eləsək 2-yə. Burada qalacaq 20. Burada qalacaq 3. Yəni cavabımız 20-də 3 edəcək. Ətrafı 2-yə bölsək. Növbəti 3-də 1. Bu sualı izah edib sonra videonu dayandıracağım şərhlə. Bu tərəfdən də 5-də 2. Baxırıq. Eyni qayda ilə deməli 3-də 1 deyirsə 1 daması bu tərəfdən, 5-də 2 deyirsə 2 daması bu tərəfdən. Rənglədik, elə deyilmi? Yazırıq 3-də 1 vurulsun 5-də 2. 3 dəfə 5-in 15, 1 dəfə 2-in də 2. Eyni qayda ilə 4-də 3 deyəndə 4 dama bu tərəfdən çəkəcəksiniz. Burada da 7 dama bu tərəfdən. 3-ünü ən azı gəlin bunu da göstərək. Özüm də rahat olum. 4-də və bu tərəfdə 7-də. Baxırıq. Xətlər də çəkim. Daşmayaq. Deməli 4 damadan neçəsi deyir? 4-də 3. Yəni burada bu misala baxıram. 4-də 3. 3 daması rəngləyəcək və 7-də 2. Bu tərəfdən də neçəsi? 2-si. Və belə olduğu təqdirdə də necə yazırıq? 4-də 3 vurulsun 7-də 2 bərabərdir. 4 dəfə 7-in 28, 3 dəfə də 2-in 6. Hər tərəfi 2-yə bölsək, 6-yı 2-yə böləndə 3, 28-i də 2-yə böləndə 14. Eyni qayda ilə digər misallar da belə həll olunacaq.